Azərbaycanda tanınmış müxalif siyasətçi Tofiq Yaqublu 9 il müddətinə həbs edilib. Belə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi verib. Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, dələduzluq və saxta sənəd hazırlama və istifadə etmə maddələri ilə ittiham olunub. Cinayət işində onun Almaniyaya getmək istəyən bir şəxsdən digər şəxs vasitəsilə pul aldığı iddia olunub. İttihamları qəbul etməyən Tofiq Yaqublu həbsini siyasi sifariş hesab edir. 64 yaşlı siyasətçi məhkəmə boyunca təqsirsiz olduğunu sübut etdiyini bildirib, mediaya yazır. Yaqublu 2020-ci ildə xuliqanlıq və digər maddələrlə ittiham olunaraq 4 il 3 ay müddətinə həbs olunub. Həmin vaxt məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edilib. O, 2013-cü ildə İsmayıllıda kütləvi ixtişaşların təşkilində ittiham olunaraq 5 il müddətinə həbs olunub və sonradan əfv sərəncamı ilə azad edilib. Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.